Bugün qaraciyər xəstəliklərinin müasir diaqnostika üsulu olan elastometriya və ya elastoqrafiya müayinəsi haqqında danışacağım. Elastoqrafiya müayinəsi əsasən qaraciyərin sərtliyinin ölçməsi üçün istifadə olunan müayinə metodudur. Yəni qaraciyər fibrozunu təyin etməkdə, qaraciyər yağlanmasını təyin etməkdə apardığımız diaqnostik heç bir kəsintisi olmayan qeyri-invaziv müayinə üsuludur. Elastoqrafiya müayinəsini əsasən qaraciyər iltihabı xəstəlikləri olan pasientlərimizdə, hepatit B, C, B, D olan xəstələrdə, alkoqol mənşəli hepatitlərdə, eyni zamanda uzun illər artıq çəkidən əziyyət çəkən qaraciyər yağlanması aşkarladığımız pasientlərə, uzun illər dərman qəbulu olan xəstələr, hansı ki, burada kardiovaskulyar, ikinci tip şəkərli diabet, revmatoloji və günümüzün ən aktual xəstələri olan ximioterapiya sonrası qaraciyər ağrılaşmaları müşahidə etdiyimiz xəstələrdə apardığımız müasir diaqnostika üsuludur. Elastoqrafiya müayinəsi əsasən xəstəliyin gedişatından asılı olaraq ildə 1 və ya 2 dəfə aparılır. Əsasən müayinəyə xəstələr ac qarnına gəlməlidirlər. Xüsusi hallarda 4 saat, 6 saat qida qəbulundan sonra müayinəni etmək tövsiyə olunur.